Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi xoş gördük yeni videoda. Bu gün sizlər üçün hava hücumundan müdafiə bölmələrimizin də istifadəsində olan ZSO 23-4 Shilka özyeriyən zenit top sistemi haqqında danışmaq istəyirəm. Bununla yanaşı SSR-nin sahib olduğu ilk zenit silahları haqqında da, zenit top sistemləri haqqında söhbət açmaq istəyirəm. Çünki inanmıram ki, gələcəkdə bu mövzular ətrafında video hazırlayım. Elə dedim, elə Shilkaya toxunmuşkən bunlar haqqında danışım. Həm sizin üçün də maraqlı olar, həm də geniş bir video olar. Hazırsınızsa, çayınızı süzmüsünüzsə videonu bəyənməyi unutmayın və keçək videoya. İkinci Dünya müharibəsi ərəfəsində Almanların istifadəsində 40 mm-lik Kogel Blitz özyeriyən zenit top sistemləri var idi. Doğrudur, bu sistemlər hələ yeni istehsal edilirdi. 5 ədəd istehsal edilmişdi. O da prototip mərhələsində idi. Amma buna baxmayaraq bu 5 prototipdən bir və ya ikisi aktiv döyüşlərdə istifadə edilirdi və bu toplar Sovet hücum təyyarələrine böyük çətinliklər, böyük itkilər yaşadırdı. Həmin bu adını çəkdiyim Kogel Blitz dəqiqədə 850 mərmi atəş sürətinə sahib idi ki, bu da o dövrə görə çox möhtəşəm bir göstərici idi. SSR ordusu isə belə bir lüksə sahib deyildi. Onların tankları, əgər döyüş təyyarələri həmin tankları qorumazdısa, Alman təyyarələri üçün asan yem halına gəlirdi. Və Sovet ordusu da vəziyyətdən çıxmaq üçün T-60 və T-70 yüngül tanklarının şassisi üzərinə 12.7 mm-lik DŞK pulemyotlarını yerləşdirərək vəziyyəti bərabərləşdirməyə çalışırdılar. Hətta bəzən köhnədən qalma 76 və 85 mm-lik toplardan da istifadə edilirdi. Lakin bütün bu cəhdlər uğursuz alınırdı. Bu effektiv olmurdu almanlara qarşı. Qeyd edim ki, tank şassisi üzərinə DŞK pulemyotu yerləşdirilən ilk versiya Gorski avtomobil zavodu tərəfindən istehsal edilmişdi. Lakin dediyim kimi effektiv sayılmadığı üçün bu layihəyə davam edilmədi. Bu layihədən sonra Sovet mühəndisləri Su-76 özyeriyən artilleriya qurğusunun gövdəsi üzərinə 37 mm-lik M19-39 topunu yerləşdirmək qərarına gəldilər. Hansı ki, Su-76-da istifadə olunan bu gövdə T-70 yüngül tankının daha da modernləşdirilmiş versiyası idi və ortaya ZSO-37 modeli çıxdı. ZSO-37 1944-48-ci illər arası 370 ədəd istehsal olundu. Amma buna baxmayaraq müharibədə aktiv şəkildə istifadə edilmədi ki, bunun başlıca səbəbi o idi ki, aşağı atəş sürətinə sahib idi. Belə ki, onun atəş sürəti nəzəri olaraq dəqiqədə 120-180 mərmi yazılsa da, praktikada dəqiqədə 60 mərmidən çox deyildi. Əlavə olaraq da ZSO-37 tanklarla müqayisədə hərəkət etdiyi tanklarla birlikdə keçilməz ərazilərdə zəif manevr qabiliyyətinə sahib idi. Bununla yanaşı ZSO-37 benzinlə işləyən iki mühərriklə təchiz edilmişdi ki, bu da dizellə işləyən tank bölmələrində müəyyən çətinliklər yaşadırdı. Belə ki, ordu bölmələri bilmirdi, benzin daşısın yoxsa dizel. Bütün bu səbəblərdən dolayı ZSO-37-nin istehsalı dayandırıldı. Sonralar T-34 orta tankının şassisi üzərinə həmin bu 37 mm-lik toplardan dörtlü sayda yerləşdirmək qərarı alınsa da, daha sonra bunun da istehsalına icazə verilmədi. Bütün bu çətinliklər yeni layihənin başlamasını tələb edirdi və nəticə olaraq da T-54 tankının şassisi üzərinə 57 mm-lik S-68 zenit topunun yerləşdirilməsi qərara alındı. Amma həmin bu yeni layihə olan ZSO-57 1950-ci illərdə istehsal edilməsinə baxmayaraq, istehsal olunduğu halda onun göstəriciləri dövrün tələblərinə uyğun gəlməməyə başladı. Belə ki, ZSO-57-nin atəş sürəti də tələblərə cavab vermirdi, köhnə yükləmə sistemi ilə təchiz edilmişdi. Əlavə olaraq da qurğunun ekipajı sürətlə uçan hədəfləri əl ilə nişan almaq məcburiyyətində qalırdılar və başlıcası isə o idi ki, ZSO-57 açıq qüllə dizaynına sahib idi ki, bu da kütləvi qırğın silahlarına qarşı onu müdafiəsiz edirdi. Bütün bu çatışmazlıqlara baxmayaraq, ZSO-57-nin kiçik bir hissəsi, kiçik bir sayda olan hissəsi tank bölmələri ilə istifadəyə verildi. Amma tank bölmələrinin əksəriyyəti daha çox yedəkdə daşınan zenit top sistemlərinə güvənirdi. Bu ərəfələrdə isə Amerikada 40 mm-lik M42A1 zenit top sistemi istehsal edilirdi və SSR rəqiblərinin bu cür uğuruna göz yuma bilməzdi. Onlar da yeni bir layihənin başladılmasına qərar verdilər və bu layihə əsasında iki prototip seçildi. Bunlardan biri ZSO-23-4 Shilka, digəri isə ZSO-37 yenisi idi. Əvvəlcə qeyd edim ki, həmin bu ZSO-37 yenisiyi əvvəldə də adını çəkdiyim ZSO-37 ilə qarışdırmayın. Onların bir-birlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə hər biri 37 mm mərmilərdən istifadə etdiyi üçün
eyni adı sahibdir. Əslində Şilka ilə Yenisey bir-birlərinin rəqibi deyildi. Şilka mortatıcı bölmələrin müdafiəsi üçün istehsal edilmişdi. Yenisey isə tank bölmələrinin müdafiəsi üçün. Şilka 17 ya da 19 ton çəkiyə sahib idi, səhv eləmirəmsə, Yenisey də 27 ton yarım çəkiyə sahib idi və daha ağır idi. Şilka 4 ədəd 23 mm-lik Amur topları ilə silahlanmışdı. Yenisey isə 2 ədəd 37 mm-lik Angara topları ilə. Yadımdan çıxmamış onu da qeyd edim ki, Şilka və Yenisey ZSU-57-dən fərqli olaraq radara, topların maye ilə soyudulması sisteminə sahib idi. ZSU-57-də isə hədəfləri vizual olaraq müşahidə etmək olurdu. Şilkanın ilkin modelləri 200 ilə 500 metr məsafədəki hədəfləri vura bilirdi, amma Yenisey 1 kilometr ilə 3 kilometr arasındakı hədəflər üçün effektiv idi. Əgər Şilkanın MiG-17 kimi döyüş təyyarələrine qarşı şansı yox idisə, Yeniseyin isə 3 kilometr məsafədə bu kimi döyüş təyyarələri üçün şansı 30%dir. Üstünlükləri sayəsində Yeniseyin Kub və Krug kimi zenit raket sistemləri ilə birgə istifadəsi nəzərdə tutulurdu ki, bu sayədə Yenisey həmin bu raket sistemlərinin kör nöqtələrini qoruya biləcəkdir. 1961-ci ildə Orenburg vilayətinin Donquz poligonunda bu sistemlərin testləri həyata keçirildi və necə deyərlər, dostluq qalib gəldi. Belə ki, Şilka dediyim kimi mortatıcı bölmələri üçün, Yeniseyin isə tank bölmələri üçün istehsalına qərar verildi. Lakin daha sonra bilinməyən səbəblərdən dolayı Yeniseyin istehsalına yox, Şilkanın serial istehsal verilməsinə qərara alındı. Əslində səbəb onu göstərirdilər ki, Şilkanın artıq istehsal xətti hazır idi. ZSU-37 üçünsə, onun mərmiləri üçünsə, 37 mm-lik mərmilər üçünsə yeni istehsal xətti lazım idi. Bununla yanaşı ağır çəkiyə sahib olan ZSU-37 daha zəif manevr qabiliyyətinə, hərəkət qabiliyyətinə sahib olacaqdı və onun ehtiyat hissələri çox baha başa gəlirdi. Bütün bu səbəblərdən dolayı üstünlük ZSU-23-4 Şilkaya verildi və beləcə 1964-cü ildə ZSU-23-4 Şilka istehsal olunmağa başlanıldı. Şilka üçün tamamilə yeni gövdə istehsal olunmağa başlanıldı ki, bu gövdə Mıtışı maşınqayırma zavodu tərəfindən istehsal olunan GM585 gövdəsi idi. Üzərinə 4 ədəd 23 mm-lik Amur topları yerləşdirildi ki, bu toplar -4 ilə -85 dərəcə bucaq altında atəş qabiliyyətinə sahibdir ki, bu toplar dəqiqədə 850-1000 ədəd mərmi atış sürətinə sahibdir. Bütün bu mərmiləri 35 saniyə ərzində fasiləsiz atəşlə atıb bitirmək olurdu, amma istehsalçı buna icazə vermirdi. Çünki bu müddət ərzində toplar qızırdı və onların davamlı atəşi mümkün olmurdu. Buna görə də fasilə ilə atəş məsləhət görülürdü. Əlavə olaraq da onu qeyd edim ki, Şilkanın mənfi cəhətlərindən biri də o idi ki, fasiləsiz atəş zamanı toplar elə qızırdı ki, həmin bu atış mexanizminə qızırdı və mərmilər öz başına lülədən çıxırdı. Və atıcı əgər əlini tətikdən çəksə belə, mərmilər çıxmağa davam edirdi. Ona görə də fasilə ilə atəşə icazə verilirdi. Bu toplardan bütün növ mərmilərdən atış mümkün idi, amma o zamanlar əsasən iki növ mərmidən istifadə olunurdu. Biri zirehtelən mərmilər, digəri isə iz buraxan yandırıcı mərmilər idi. İstehsal olunduqdan sonra ilk dəfə Şilka 1970-ci ildə Suriya ordusu tərəfindən İsrail təyyarələrine qarşı istifadə olundu və az sayda İsrailin Phantom təyyarələrini düşürməyi bacardı. Daha sonra 1978-79-cu illərdə vurulan 98 İsrail təyyarəsindən 11-nin Şilka tərəfindən vurulduğu qeyd olunur. Ki, bütün bu dediyim məlumatların, sizlərə ötürdüyüm məlumatların mənbələrini açıqlama bölməsində qeyd edəcəm. Maraqlı olanlar daxil olub oxuya bilərlər. Radar olaraq isə Şilka üçün Tobol RPK-2 və ya RL-33 radarından istifadə olunurdu ki, bu radarın da məsafəsi mənzili 20 km təşkil edirdi. Amma bizim sahib olduğumuz və modernizasiyasını həyata keçirdiyimiz Şilkaların radarı dəyişilib, daha güclü radar qoyulub ki, bu radar kəsiyi 0,1 kvadrat olan hədəflər üçün 10 km məsafədə, 0,1 kvadrat olan hədəflər üçün isə 7 km təşkil edir. Həmin bu modernləşdirdiyimiz Şilka özüyeriyən zenit top sistemləri 2024-cü ildə keçirilən ADEX sərgisində nümayiş etdirildi. Yeni radar ilə yanaşı Şilka daha müxtəlif özəlliklər, daha üstün özəlliklər qazandı. Belə ki, onun GPS naviqasiya sistemi yeniləndi. Sistemə İsrailin Elbit System şirkətinin istehsalı olan Coaps-L elektrooptik müşahidə sistemi yerləşdirildi. Bütün bu yenilənmələr Elbit Systems, Sumqayıt Texnologiyalar Parkı və CNC Group şirkətləri ilə birgə həyata keçirildi. Zenit raket sistemlərinin istehsalı və inkişafı bu cür zenit top sistemlərini biraz kölgədə qoysa da, amma
Rusiya-Ukrayna müharibəsi onu göstərdi ki, hələ də zenit top sistemlərinin istifadəsi effektivdir. Belə ki, döyüşlərdə aktiv şəkildə kvadrokopter və FPV dronlar istifadə olunur. Bu cür dronlara qarşı, bu cür hədəflərə qarşı isə zenit top sistemləri ucuz və effektiv bir alternativdir. Hər nə qədər əksər insanlar Şilkanı zəif, köhnə Sovet texnologiyası kimi yadda saxlasalar da, düşünürəm ki, onu müasirləşdirib, müasir texnologiyalara uyğunlaşdırıb qismən də olsa günümüz döyüşlərində istifadə etmək olar. Ki, bu addımı da ölkəmiz uğurla həyata keçirib. Hər nə qədər biz burada oturub köhnədir, yenidir, istifadəyə lazımdır, yararsızdır kimi mübahisələr etsək də, düşünürəm ki, yəqin idarəetmədə oturan şəxslər kimi, mühəndislər kimi düşünə bilmərik. Və əgər onlar məsləhət görüblərsə ki, yenilənməlidir, yenilənərsə günümüz döyüşlərində istifadə etmək olar. Demək ki, yenilənməsi məqsədə uyğundur. Həm mühəndis demişkən, yaddan çıxmamışkən onu da qeyd edim ki, gec olsa da onu da qeyd edim ki, SSR-də həmin o ZSU-37, ZSU-57 kimi artilleriya silahlarının istehsalının təşkilatçısı SSR konstruktoru Vasili Grabin tərəfindən həyata keçirilirdi. Sizcə həqiqətənmi Şilkalar yenilənməyə layiqdir, yoxsa dəyişilməlidirmi? Daha müasir sistemlər olaraq, əvəzedici olaraq hansı sistemləri düşünürsünüz? Bu barədə fikirlərinizi həmişə olduğu kimi mənimlə bölüşməyi unutmayın. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və hələ də kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı unutmayın. İzlədiyiniz üçün minnətdaram. Gələn videolarda görüşənədək. Hələlik.